Selamlar, bugün qızlar haqqında danışırıq, amma sadəcə qızlarla yox, Qızlar Universitetinin əməkdaşları ilə qızlar haqqında danışırıq. Görəsən onlar inkişaf sözünün onlar üçün prioritet olduğuna bizi inandıra biləcəklər? Qonaqlarımız Qızlar Universitetinin müəllimləri Əzizə Xayl Əkbərli, İlahə Quliyeva, Aygün Cəfərova və həmin universitetin tələbələridir. Xoş gəlmisiniz. Mən ilk başda sizi təbrik etmək istəyirəm. Nəyə görə? Çünki biz qərar vermişik ki, bundan sonra Azərbaycan universitetləri ilə bağlı sizə verilişlər hazırlayacağıq və bu buraxılışlardan ilki sizlə oldu. Ona görə sizi təbrik etmək istəyirəm və suallara keçməzdən əvvəl gəlin bizim özümüzün müxbirlərimizlə hazırladığımız və Qızlar Universitetini bir növ müzakirə etdiyimiz sujetimizi təqdim edək. Mən istəyirəm ki, o sujetə baxıb siz fikir bildirəsiniz və mənə gəlir ki, bəlkə də suallara ehtiyac olmayacaq. Sizin elə həmin o sujetə reaksiyalarınız bəlkə də bizim verilişimizin hamısını təşkil edəcək. İzləyək. Salam uşaqlar, necəsiniz? Salam. Salam, çox sağ ol. Sən necəsən? Sağ ol, sən necəsən? Yaxşı, hardan gəlirsiniz? Dərsdən. Universitet. Mən də universitetdən. Necə keçdi universitet gününüz? Çox yorucu. Yorucu, sən də? Olduqca yorucu. Mənə bugün 0 yazdılar, çünki yatmışdım dərsdə. Siz birazdan bizim verilişimizdə Qızlar Universitetindən qonaqlar olacaq. Amma mən fikirləşirəm ki, ümumiyyətlə elə bu mövzu məni narahat eləyirdi deyə bu mövzunu istədiyimdə müzakirə eləyək. Nə görə Qızlar Universiteti olmalıdır? Sizcə lazımdır Qızlar Universitetinin olması? Yəni onun başqa universitetlərdən fərqi yoxdur. Sadəcə orada ancaq qızlar təhsil alır, ona görə adı Qızlar Universitetidir. Yəni Yalnız Qızlar Universiteti varsa, niyə Oğlanlar Universiteti yoxdur? Düzdür, doğrudan. Niyə yoxdur? Amma oğlanlar üçün də ali hərbi məktəblər var. Oğlanların sırf orada onlara tədris olunur. Amma bu siz nəyə gətirib çıxarır? Bax, hərbini biz oğlanlarla düzdür də birbaşa əlaqələndiririk. Qızlar Universitetində bilmirəm bilirsiniz yoxsa yox. Bir var deməli sosial fakültə, bir də müəllimlər. Yəni biz burada bir növ qız peşəsi stereotipini sanki ortaya çıxarırıq da. Yəni qız üçün olan təhsil və s. Onda belə çıxır ki, biz ayırmışıq da oğlan işi, qız işi. məncə düz deyirsən. Deməzdin? Deməzdim. Niyə? Çünki eyni ixtisaslar başqa universitetlərdə oğlanlar da qəbul edir. Ona görə də yəni biz burada bir ayrı seçkiliyi aparmış olmuruq. Qızlar Universiteti hər halda bir universitet olaraq özü üçün ən yaxşısını eləməlidir də. Qızlar üçün eyni zamanda ən yaxşısını eləməlidir. Onda Qızlar Universitetinin öz idarə edici şəxsləri düşünməlidirlər ki, burada məsələn mühəndislik ixtisası da olmalıdır, yox. Onda belə çıxır ki, onlar fikirləşirlər ki, yəni tərbiyə edən şəxs həmişə qadındır, bir növ tərbiyəçi hazırlayırlar. Şəxsən məndə belə təəssürat yaranır. Mən sadəcə aralarında fərq qoyduqlarını düşünürəm. Qızlar və oğlanlar arasında. Təbii ki, yəni mühəndislik ixtisasının olmaması və bu kimi addımlar məncə odur. Yəni adının Qızlar Universiteti olması və qızlara aid ixtisasların tədris olunması səni dediyinə gətirib çıxarır. Yəni başqa yolu yoxdur onun. Sən də bax görsən, sən də stereotiplərlə düşünürsən də. Deyirsən ki, qızlara aid ixtisaslar. Və kim deyir, qızlara aid ixtisas var, oğlanlara aid ixtisas var. Hardan çıxır o fikir? Belədir, sən də dedin, mən də dedim. Səncə yaxşı nədir qızlara aid ixtisaslar? Müəllimlik məsələn. Fikir verdinizsə, orada ən çox dili boğaza qoymayan mən oldum. Ən birinci gəlin elə bunu müəyyənləşdirməyə çalışaq və səhv edirəmsə siz məni düzəldin. Doğrudan da sizin universitetdə hansı fakültələr var və nələr tədris olunur? Ən birinci gəlin bundan başlayaq. Bizim universitetdə Bakı Qızlar Universitetində 2 fakültə fəaliyyət göstərir. Sosial pedaqoji fakültə və filologiya tarix fakültəsi. Bu fakültələrin nəzdində isə ixtisaslar var. Sosial pedaqoji fakültənin nəzdində ibtidai sinif müəllimliyi, təhsildə sosial psixoloji xidmət, psixologiya, riyaziyyat və informatika müəllimliyi ixtisasları və məktəbəqədər təhsil ixtisası fəaliyyət göstərir. Filologiya tarix fakültəsi nəzdində isə tarix müəllimliyi, Azərbaycan dili ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi, daha sonra coğrafiya müəllimliyi və bu ildən yeni ixtisaslarımız tarix, filologiya, ingilis dili ixtisaslarımız fəaliyyət göstərir. Həmçinin sosial pedaqoji fakültənin nəzdində magistratura pilləsi də var. Aha. Gəlin onda elə mən onda düz başa düşdüm ki, əslində haqlı idim həmin o 2 fakültənin adını çəkməklə. Niyə onda texniki fənlər, ixtisaslar yoxdur universitetinizdə? Necə cavablandırardınız? İcazə versəydiniz bu suala mən cavab verərdim və mən bu suala Bakı Qızlar Universitetinin təsisçisi, dəyərli professor, pedaqoq, təhsil qurucusu Ağarəhim Rəhimovun bir fikri ilə cavab vermək istəyərdim. Ağarəhim müəllim deyir ki, Bakı Qızlar Universiteti biznesmen, iqtisadçı, hüquqşünas, mühəndis yox, tərbiyəçi, qadın, ana, müəllim hazırlayır. Hansı ki, bu cəmiyyətin özülünü təşkil edir. Bunlarsız nə normal cəmiyyətdən, nə əxlaqdan, nə də mənəviyyatdan danışmaq olmaz.
Əslində onda biz doğrudan da elə başa düşürük ki, haqlıydıq, yəni bu universitetin elə məqsədi əslində bir növ bəli, tərbiyə edən Bəli. şəxs yetişdirməkdir. Tərbiyəçi ana, qadın müəllim hazırlamaq. Sizcə tərbiyəçi həmişə qadındırmı? Tərbiyəçi həmişə qadındır deyə bir fikir yoxdur. Sadəcə olaraq bu işi gəlin etiraf edək ki, qadınlar daha uğurlu müvəffəqiyyətlə bacarır. Çünki qadının təbiətində, ruhunda tərbiyə etmək var, nəsə ötürmək var, məşğul olmaq var. Çünki qadın anadır. Əzələ müəllim, burada tək hazırda kişiləri, oğlanları təmsil edən şəxs sizsiz. Necə fikirləşirsiniz? Doğrudan da həmişə ən yaxşı tərbiyə edən şəxs qadındır. Əlbəttə, hər birimizin tərbiyəçisi analarımızdır birinci. İkincisi, müəllimlərimiz bizim mənəvi ata və mənəvi analarımız olub. Tarix boyu analar haqqında, qadınlar haqqında çox müdrik bütün şəxsiyyətlər çox fikirlər söyləyiblər. Şairlərdən tutmuş, alimlərdən tutmuş, dövlət başçılarına qədər hamısı. Franklinin bir sözü var. Deyir ki, ən gözəl kitab məndən soruşsalar hansıdır? Deyərdim anam. Yəni, kitab bilik mənbəyidir. Hər şeydən əvvəl analar özü ailədə birinci tərbiyəçi olardı. Cəmiyyətin o tərbiyə sütunu bunların çiynindədir. Voltaire deyir ki, ana haqqı, Tanrı haqqı. Əgər göydə Tanrı yaradandırsa, yerdə də analar elə bir onların kölgəsidir, ruhudur, bunlar da yaradandır. Anam mənim ali təhsilli olmayıb. Amma buna baxmayaraq, o mənə çox şey öyrədib. Ananız sizə bu qədər şey öyrədib, bəs atanız sizə nə öyrədib? Atam, Bəli. mənim atam da hər şeydən əvvəl haqqı, ədaləti, təmizliyi, düzlüyü öyrədib. Mən o çıxdığım ailəyə ömrüm boyu minnətdaram və bütün həyatım boyu heç vaxtda o ailənin o qoyduğu qanunlara qarşı, yazılmamış qanunlar deyək də, o qanunlara qarşı heç vaxt hansısa bir negativ hərəkət eləməmişəm. Və bu da aldığım tərbiyə görə mən minnətdaram. Aha, onda şübhəsiz ki, bizim atalarımız da həmçinin əslində yaxşı təlimçi və tərbiyəçi rolunda ola bilərlər. Yox, razısınız? Burada söhbət bizim temamız odur ki, qızlardan söhbət gedirsə, analardan söhbət gedirsə, əlbəttə, mən ataları da tərifləsəm, deyəcəklər yəqin ki, qadınların bir qədər rolu məhdudlaşdır. Yox, atadır, anadır, ümumiyyətlə ailənin ağırlıq sütunu bunların çiynindədir. Hər hansı bir quş bir qanadla uça bilməz axı. İki o qanadı olmalıdır ki, bunların bütövlükdə, o ailə mühitində, həyatda bunların ümumi o uçuş mənzərəsi, trayektoriyası yaranmış olur. Əzələ müəllim bir quşun iki qanadlarından danışdı. Burada söhbət valideynlərdən gedirdi, ata və ana kimi. Qızlar Universiteti əslində bir qanadı bir növ öz üzərinə götürmüş olur, yaxşı tərbiyə edən ana, ümumiyyətlə qadın yetişdirməklə. Sizcə bu mənada oğlanlar universiteti də olmalıdırmı, yoxsa qızlar universiteti əslində bir təlim-tərbiyə universitetinə çevrilib həm qızlar, həm də oğlanlar üçün əslində bu təlim-tərbiyə edən şəxs yetişdirmə funksiyasını öz üzərinə götürməlidir? Necə düşünürsüz? Bilirsiniz, oğlanların bir məsələdə şansı, bəxti gətirib ki, onların heç zaman təhsil üçün bir məhdudiyyətlər olmayıb qarşılarında. Hər hansı bir karyera quranda da və s. Yəni onlar üçün elə bir problem yoxdur ki, hansısa bir məhdudiyyətlərlə qarşılaşmırlar ki, onları harasa buraxılmasın, imkan verilməsin təhsillərinə, karyerada irəliləməklərinə. Amma bu zaman-zaman tarixən, qədimdən bəri qızlar bu məhdudiyyətlərlə qarşılaşıblar. Düzdür, əvvəllər qızlar üçün belə sırf qızların, yəni xüsusi olaraq qızların təhsil aldığı məktəblər tarixən olub. Amma orada məqsəd o olmayıb ki, onları daha da inkişaf elətdirsinlər. Bir növ deyim, tədrici olunma məsələləri o dövrlərdə olub. Amma indiki dövrdə belə deyil. İndiki dövrlərdə o hansı ki, mentalitetlərində, dünya görüşlərində fərqlilik olan ailələr üçün, insanlar üçün
Qızlar Universitetinin varlığı böyük bir şansdır, böyük bir töhfədir. Yəni o bəhanələr də aradan götürülür. Söhbətin çox yaxşı yerinə toxundunuz. Buradan davam edəcəyik, amma biz sizin universitetinizdə təhsil alan qızların səsini hələ ki heç eşitmədik. Gəlin onlardan öyrənək. Ümumiyyətlə niyə qızlar universitetini seçmişdilər? Bu sual cavablamazdan əvvəl Aygün müəllimə ünvanladığınız sual cavablamaq istəyərdim ki, hansı ki konkret cavab istədiniz ki, oğlanlar universiteti olmalıdırmı? Məncə oğlanlar universiteti var. Oğlanlar universiteti onların həyatlarında yer alan xanımlardır. İstər anaları olsun, istər həyat yoldaşları olsun, istər də ki, həmin oğlanların, kişilərin yetişdirdiyi qızları olsun. Yəni belə deyim ki, onların universiteti elə həyatlarını əhatə edən xanımlarıdır. Və gəldik ki, mənə ünvanladığınız suala ki, niyə Bakı Qızlar Universitetini seçdim? Mənim uşaqlıq xəyalım olub ki, arzum olub ki, mən müəllim olum, özüdəki Azərbaycan dili, ədəbiyyat müəllimi olum və mənim seçə biləcəyim universitetlər arasında belə deyim, araşdırmalarıma əsasən həm təhsilin keyfiyyəti baxımından, həm də mühit olaraq belə deyim, xanımlardan əsasən də qızlardan ibarət olduğuna görə mənim seçimim Qızlar Universitetindən yana olub ki, Nəyə görə bu qədər vacib idi? Yəni oğlanlar olan universitetdə təhsil almaq sizi necə məhdudlaşdıra bilərdi? məni necə məhdudlaşdır? Əslində məni məhdudlaşdırmayacaqdı. Mənim belə deyim, ailəmin baxış bucağını və ya mənim kimi bir çox belə deyim də məni örnək götürüb gələcək olan nəslimizdə olan qızların baxış bucaqlarına təsir edəcəkdi. Həm də düşünürdüm ki, mən Bakı Qızlar Universitetində xanımlarla əhatə olduğum bir mühitdə özümü daha sərbəst və daha aydın ifadə edə bilərəm və bu mənim belə deyim, cəmiyyətə açılmağım üçün bir qapı varsa, bunu da Bakı Qızlar Universiteti olaraq görürdüm. Sizin cavabınız bilirsiniz, biraz məndə hansı fikri formalaşdırdı? Sanki Bakı Qızlar Universiteti ona görə var ki, oğlanlar problemdir. Yox? Xeyr, oğlanlar problem deyil. Onsuz da biz mən universitetdə təhsil aldığım müddətcə yetəri qədər ictimai belə deyək yerlərdə, çıxışlarda olmuşam. İstər oğlanların olduğu yer olsun, istər xanımların olsun. Yəni yetərincə oğlanların və ya kişilərin olduğu mühitlərdə, yəni universitetimi təmsil etmişəm, müxtəlif çıxışlarda olmuş, tədbirlərdə olmuşam, çıxışlar etmişəm. Yəni bu o demək deyil ki, kişilər bir təhlükədir və ya sadəcə mənim yox, belə deyim, ailəmin baxış bucağına görə və ya mənim gəldiyim mühitə görə mən bu yoldan keçməli idim, belə deyim, öz istədiyim xəyallarımı aparan yol, mənim xəyallarımı aparan yol Bakı Qızlar Universiteti idi. Seçimim. Onda belə çıxır ki, əgər Bakı Qızlar Universiteti olmasaydı, siz təhsil ala bilməyəcəydiniz, düzdür? Yəni sizin ailəniz icazə verməyəcəkdi. Ailəm icazə verəcəkdi, amma yenə də oğlanların az olduğu bir mühitdə. Məsələn, pedaqoji universitetdə təhsil ala biləcəkdim, hansı ki, onun bəzi fakültələrində yenə əksəriyyəti xanımlar təşkil edir. Yəni bu şəkildə olacaqdı yenə. Başqa universitetlər seçəcək olsaydı. Əslində Gün xanımla müzakirəmizin davamı oldu. Mən dedim qayıdacaqdıq. Həmin yəni mövzudan biz danışmış olduq ki, bu mental fikirlər hələ də var və əslində buna görə də Qızlar Universitetinin Bir şansdır, bir qapıdır, bir pəncərədir Bakı Qızlar Universiteti. Bəli. Çünki təhsil alanlar da sadəcə Bakı ilə məhdudlaşmır və Azərbaycanın müxtəlif ərazilərində təhsil Azərbaycanın bütün bölgələrindən. Bəli, Aha. bizdə tələbələrimiz gəlirlər, məzun olurlar və gedirlər, gəldikləri yerlərdə işıq olurlar öz mühitlərində. Nə gözəl. Siz harda işıq olacaqsınız və hardan gəlmişdiniz Qızlar Universitetinə? Mən yəni hər bir abituriyent kimi mən də universitet seçəndə, yəni kollaşdırma ixtisas seçimi edəndə təbii ki, mənə uyğun olan universitetlər içərisindən də ən uyğun olanı seçdim və təbii ki, araşdırdım. Müəllim kollektivi olsun, imtahanların şəffaf, obyektiv dəyərləndirilməsi və s. bu kimi məsələlər araşdırdıqdan sonra ailəmin də yəni razılığı ilə düşündüm ki, mənim üçün ən uyğun universitet Bakı Qızlar Universitetidir və hər zaman deyirəm ki, nə yaxşı ki, mən Bakı Qızlar Universitetini seçmişəm. Bunu hər uğurumda, hər nailiyyətimdə, yəni gələcək üçün savadlı müəllim kadr olaraq hazırda yetişdirilirəm və bundan çox məmnunam. Aha. Gəlin universitetdəki bəzi qaydalardan danışaq və bununla da müəyyənləşdirməyə çalışaq ki, Qızlar Universitetindəki qızlar digər universitetlərdəki qızlardan, ümumiyyətlə tələbələrdən necə fərqlənir? Hansı yazılmamış qanunlar, qaydalar var ki, bizim universitetin qızları bir növ belə geyinməlidir. Bəlkə də belə bir qayda yoxdur, amma kənardan baxan başa düşə bilər ki, bu Qızlar Universitetinin tələbəsidir. Necə fikirləşirsiniz? Əlbəttə. Bu geyim məsələsi ümumiyyətlə cəmiyyətdə çox müzakirə olunan məsələlərdən biridir. Yəni buna həm geyim əxlaq ölçüsüdür deyib bu fikri təsdiqləyənlər var, geyim əxlaq ölçüsü deyil deyənlər var. Düşünürəm ki, cəmiyyətdə müəyyən olunmuş və düzgün hesab olunan normalar, davranışlar və etik bir çərçivə var. Geyim insanın özünü təqdim etmə formasıdır və o etik çərçivənin bir tərkib hissəsidir. Yəni məsələn rəsmi tədbirlərdə,
daha sonra dini mərasimlərdə, dini məkanlarda, şirkətlərdə, o cümlədən də ali təhsil müəssisələrində biz öz geyimimizlə həmin o etik çərçivəyə olan hörmətimizi göstəririk bir növ. Bəli. Təbii ki, bizim tələbələr əgər o etik çərçivədən çıxarsa, biz ona müdaxilə edirik. Və bu gün sevindirici haldır ki, maşallah olsun, Bakı Qızlar Universitetinin qızları digər müəssisələrlə müqayisədə nümunəvi geyinirlər. Aha. Əslində əgər siz elə universitetinizi təlim, tərbiyə edən yer adlandırırsınızsa, burada geyim də əslində bir növ Bəli. Tərbiyənin göstəricisidir də. Belə bir deyim var bizdə ki, insanı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar. Yəni geyim insanın özünü təqdim etmə formasıdır. Bir mənalı şəkildə. Bu buraxılışda çoxlu aforizmlər oldu və mən istəyirəm ki, verilişi bir aforizmlə bitirək Əzağa müəllim tərəfindən. Siz atalarla bağlı hansı aforizm səsləndirə bilərsiniz? Ataları da yetişdirən analardır. Biz bunu da yaddan çıxartmayaq. Çünki ataları da atalıq qüruruna çatdıran analardır. Müəllimlərin fikrindən belə başa düşdük ki, tərbiyə edici şəxs adətən qadındır və biz də elə bu mövzunu növbəti süjetimizdə araşdırmışıq. Görəsən tərbiyə edən kimdir, həmişə kimdir və bizim təhsil sistemimiz bu tərbiyə edicini müəyyənləşdirməkdə necə rol oynayır? Cəmiyyətimiz qadınların davranışını, düşüncəsini, hətta hisslərini belə tərbiyə anlayışı ilə ölçürlər. Tez-tez qız uşaqlarına qadın kimi otur, qadın kimi danış deyilir, amma bu qadın kimi olmaq nə deməkdir, bunu heç kəs izah eləmir. Biz qadınlığı öyrənirik, yoxsa sadəcə nüsxəsini yaşayırıq? Analar qızlarına hər şeyi öyrədirlər. Yemək bişirməyi, ev idarə eləməyi, başqasını düşünməyi, amma özünü düşünməyi, sərhəd qoymağı, yox deməyi bacarmağı unudurlar. Bugün belə bir sual ətrafında danışırıq. Anam mənə qadın olmağı öyrətməyib, yoxsa cəmiyyət buna imkan verməyib? Anam mənə qadın olmağı öyrətməyib ifadəsi bir çox qadının içində daşıdığı, lakin heç vaxt səsləndirmədiyi bir reallıqdır. Anaların çoxu qızlarına qadın olmağı öyrədə bilməyiblər, çünki onlar özləri də bu prosesdən keçməyiblər. Onlar çox vaxt cəmiyyətin gözündə doğru qadın olmağa çalışıblar. Özləri üçün qadın olmağı heç vaxt öyrənməyiblər. Nəticədə qadınlıq anlayışı nəsildən nəslə itaət, fədakarlıq və səssizlik kimi ötürülüb. Uşaqlar ailədə daha çox sözlərlə yox, davranışlarla tərbiyə olunur. Ailə psixoterapevti Virginia Satirə görə uşaqlar ailədə valideynlərin sözlərinə yox, onların davranışlarına, emosional münasibətlərinə baxaraq öyrənir. Yəni bir ana öz qızına qadın olmağı öyrədə bilər, ancaq dediyi ilə davranışı uyğun gəlmirsə, uşaq davranışı nümunə götürür. Nəticədə ana necə qadındırsa, qız da qadın olmağı elə öyrənir. Tərbiyə edici yalnız qadındır sualı da burada aktualdır. Uşaq yalnız anadan öyrənmir. Ata modeli, məktəb, cəmiyyət də tərbiyə edici prosesin bir parçasıdır. Məsələn, əgər ata ana qadına hörmət eləmirsə, uşaq bunu normallaşdırır və gələcək seçimləri də bu yöndə olur. Yəni tərbiyə prosesi yalnız qadınla ana ilə əlaqəli deyil, ümumi bir sistemdir. Gələcək nəsil qızlar daha sağlam, daha özgüvənli yetişsinlər deyə analar gündəlik davranışlarında nələrə diqqət eləməlidirlər? Əslində yenə ailə modelinə biz qayıdırıq. Qızlar öz analarından necə qadın olmaq lazımdır, necə özünü sevmək lazımdır, özünə inanmaq lazımdır öyrənir. Yəni əgər ana özünə inamlı və özünü sevirsə, qızı da özünə inamlı və özünü sevəcək. Digər məsələlərdə diqqət oluna bilər ki, tənqid yox, təsvir etmək. Yəni niyə bunu belə elədin demək yerinə bu tənqidi yanaşmadır. Bu davranışın nəticələri bizi bura gətirdi kimi ifadələrdən istifadə edə bilər. Daha sonra bədən və şuur anlayışı, yəni qızları öz bədənlərinə, özlərinə qarşı utandırmamaq lazımdır. Düz otur, doğru hərəkət elə yerinə, belə belini düzəltsən daha rahat olacaqsan. Belə otursan daha incə, zərif görünəcəksən kimi ifadələr daha özgüvənli və özünə inamlı böyüməsinə səbəb ola bilir uşaqların. Biz ətrafdan ya da sosial şəbəkələrdən tez-tez eşidə bilərik ki, qızlar deyirlər, mən böyüyəndə anam kimi olmaq istəmirəm. Digər tərəfdən cəmiyyət tərəfindən qəlbləşmiş bir ifadə də var ki, qızlar həmişə analarının taleyini yaşayırlar. Bu o mənaya mı gəlir ki, öz böyüdüldüyü, yaşadığı həyat tərzindəki səhvləri görən və bundan çıxmaq istəyən bir insan artıq sonu olmayan bir döngüyə gəlib girmiş olur?
Çox aktual bir mövzudur, bəli. Hansısa bir xanımlar deyə bilər ki, mən anam kimi olmaq istəmirəm, anamın taleyini yaşamaq istəmirəm. Bu tamamilə normaldır. Yalnız burada nəyə diqqət eləmək lazımdır? Mən anam kimi olmaq istəmirəm deyəndə aqressiya ilə ediriksə, biz bu döngüdə davam edirik. Yəni sağlam olmayan yollarla bu döngünü qırmağa çalışırıqsa, həyat bizim üçün çətinləşir. Sağlam olan nədir? Mən anamın hansısa xarakterini bəyənməyə bilərəm. Lakin anamı olduğu kimi sevgi ilə qəbul edirəm. Bu zaman bizim daxili sakitliyimiz olur və daxili sakitliyimiz olan zaman fərqindəliyimiz daha çox artır və biz başa düşürük nə baş verir. Biz nə baş verdiyini başa düşəndən sonra dəyişim daha rahat olur və ən əsası, ən önəmlisi biz dəyişəndə taleyimiz də dəyişir. Qadın kimi ol deyəndə çox vaxt özün kimi ol demək unudulmamalıdır. Çünki qadın olmaq ev işləri ilə yox, özünü tanımaqla başlayır. Dinlədiyimiz fleyta alətinin melodiyası bizi nağıllar aləminə aparır. Elə məhz fleytanın xüsusiyyətlərini və önəmini öyrənmək üçün üzümüzü nəzrinə tuturuq. Fleyta dünyanın ən qədim musiqi alətlərindən biridir. 40 min il əvvələ məxsus heyvan sümüklərindən hazırlanan alət fleytanın ilk tapıntısı olub. Deyilənə görə bu fleytalar insanın təbiət səslərini təqlid etmələri üçün istifadə edilirdi. Fleyta orta əsrlərdə Avropada böyük populyarlıq qazanıb və 19-cu əsrdə Debold Bohum bu alətin mexanizmini təkmilləşdirərək müasir fleytanın əsasını qoyub. Anam mən 6 aylıq ikən musiqi duyumunun yüksək olduğunu hiss edirdi. 2 yaşımdan, 3 yaşımdan mən artıq mahnı oxuyurdum. Anam məni müşayiət edirdi. Pianoda mən isə kukla və layla mahnılarını çox dəqiq və təmiz oxuyurdum. Mənim 6 yaşım olanda musiqi məktəbinə sənəd vermə vaxtı idi və anam da həmin məktəbdə musiqi müəlliməsi işləyirdi. Və hansı aləti seçəcəyimizi qərarlaşa bilmirdik. Bir gün məni anam fleyta aləti ilə tanış etdi. YouTube-da bir neçə video izlətdi mənə. Dedi ki, bu çox incə alətdir və sənə çox yaraşacaq. Anam mənə başa salırdı ki, bəs fleytanın səsi quşların oxumasına bənzəyir və mən də bəyəndim. Beləliklə fleyta ixtisası üzrə 1-ci sinifə başladım və mənim əvəz olunmaz müəllimim Rövşənə xanım mənə həmin aləti o qədər sevdirdi ki, fleytanın bütün incəliklərini və çətinliklərini mənə öyrətdi. 1-ci sinifdən başlayaraq 11-ci sinifə qədər ildə ən azı 3-4 dəfə fərqli səhnələrdə, fərqli konsertlərdə ifa edirdim. Və hər ifa etdikcə konsertlərdə çıxış edirdim və hər ifa etdikcə insan səhnəni daha da çox sevməyə başlayır. Düşünürəm ki, musiqi insan həyatında böyük rol oynayır. Bütün psixoloqlar deyir ki, bəs musiqi ən gözəl terapiyadır. Mən də bununla razıyam. Məsələn, stresli olanda, fikirli olanda çox kömək olur da. Hər hansı bir musiqi parçasını ifa edirəm. Məsələn, anam isə məni müşayiət edir pianoda və ikimiz də pianoda çalırıq və inanırsınız ki, bir anda görürəm ki, hər şeyi unutdum. Bax necə uçdu. Yəni həddindən artıq çox kömək edir və sanki bayaqdan hiss etdiyim bütün yorğunluqlar, gərginliklər və stres artıq yox olur. Musiqi həm beynin, həm də qəlbin qidasıdır. Məncə hər kəs professional olmasa da özü üçün musiqi ilə məşğul olmalıdır. Belə dostlar, bir buraxılışımızın da sonuna çatdıq. Siz isə bizi sosial media hesablarımızdan izləməyi, rəy və təkliflərinizi yazmağı unutmayın. Hələlik!